Martın 19-da Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə şəhərsalma və memarlıq ili çərçivəsində Ağcabədidə ağac əkmə aksiyası həyata keçirilib. Mingəçevir-Bəhramtəpə magistral yolunun rayonun aşağı Afşar kəndi ərazisindən keçən hissəsində baş tutan aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri, həmçinin şəhid ailələri iştirak ediblər. Təxminən 200 nəfərin qatıldığı aksiyada burada 400 sayda ağac, o cümlədən 80 eldar şamı, 80 ərik, 80 alça, 80 gilanar və 80 gavalı ağacları əkilib. Ağaclar əkildikdən sonra suvarılıb, onlara aqrotexniki qaydada qulluq edilib. Bayramlarımız var. Buradan, təxminən buradan vurulmalıdır. Bu da vurulmalıdır buradan. O kök ne olsa, bu bir var gücü verir boya, bir de var köke verir ve gövdeye verir. Qeyd edək ki, belə ağac əkmə aksiyaları rayonumuzda ilin sonuna dək davam edəcək. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.